Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizə amaralislərimi çəkəcəm. Bunların baxımı haqqında, mən necə qulluq eləyirəm, daha doğrusu o haqqında danışmaq istəyirəm sizlə. Bilirsiniz ki, amaralislərin artıq açan dövrüdür. Məndə bir neçə rəngi var amaralisin. Amma hələ ki bu qırmızılarım açıqdır. Bunlar da belə gözəl çiçəklərindədir. Eləsi var, 4 dənə çiçək açıb, bir budaqdan eləsi var. İkisini açıb. Belə ümumi sizə amaralislərimi çəkəcəm. Həm də bunlara mən necə qulluq eləyirəm, o haqqında biraz söhbət eləmək istəyirəm sizlə. Videoma tam başlamamışdan öncə sizdən xahiş edirəm ki, kanalıma abunə olun. Əgər bəyənirsinizsə videolarımı bəyənmə işarəsinə basın. Smilikdən filan da belə yazarsanız, ən əsası görürəm həmişə bəyəndiyinizi yazırsınız. Çox sağ olun, var olun əziz dostlarım. Sizin sayənizdə kanalımız xeyli irəliyibdir və bizim daha çox izləyicilərə çatmağımız üçün, daha çox izləyicilər görməsi üçün sizin like'ınız və nə bilim belə çiçək, böcək, emoji olsa da yazmanız lazımdır ki, daha çox izləyicilərlə qarşılaşaq. Yəni bu pullu bir şey deyil, amma ki kanalımız böyüyür, inkişaf edirik belə. Getdikcə mən də ruhlanıram, yeni güllər, çiçəklər belə. Məndə də ruh yüksəkliyi yaranır. Sizin xoş sözlərinizi oxuduqca hər birinizə buradan təşəkkür edirəm. Xüsusən də buradan bir neçə nəfər var. Onlar mənim daimi hər zaman yanımda olduğum, izlədiyim, bildirən izləyicilərimdir. Onların hər birinə buradan təşəkkürümü bildirirəm. Mən də sizi çox istəyirəm. Baxdığınız üçün də çox təşəkkür edirəm əziz dostlarım. Hər birinizə. Yeni qatılanlara da xoş gəlmisiniz deyirəm. İnşallah ki, bəyənərək izləyəcəyiniz bir kanal olarıq. Bu amaralisim mənim yerdədir. Keçən il yerə əkmişəm. Bunun üstünü heç örtməmişəm, qar yağanda, şaxta olanda filan heç üstünü örtməmişəm. Özü buradan çıxıbdır. Belə çox da gözəl olubdur, qəşəngdə baxımı var, rahatdır. Burada mənim bu gülxətmi çiçəyimin altındadır. Gülxətminin aşağı yarpaqlarını qırmışam ki, buna kölgəlik salmasın. Ona görə də daha gözəl tez gün düşdü deyə tez açmağa başladı. Amma bəziləri var ki, hələ düymədədir. Onlar qabda yerdə olanlarımdır. Bu il çıxardıb qablara əkmişəm. Bir də qızlar, bunun çiçəklərin açıqsı olandan sonra yerinə, torpağına biraz peyin döymək lazımdır. Quru peyin, yanmış peyində rayon yerində yaşayanlar tapmamış olmaz. Bunları açıb qutarandan sonra yaxşı peyinləmək lazımdır yerin. Qablardadırsa qava tökmək lazımdır, yerdədirsə yerə tökmək lazımdır ki, elə bil şey olsun, qüvvədən düşürək çiçək açır. Onlar elə bil daha da gələn ilə daha qəşəng açması üçün mütləq vacib olan bir şeydir. Burada qablarda olanlarım da var. Ağ amaralisimdir, bu görürsünüz, güvərir. Bakıdan almışdım bunu, belə kəsib gətirmişdim, bircə soğanın gətirmişdim. Və bu da mənim narıncı rəngi olanımdır, ya da qırmızıdır, bilmirəm. Bu da belə düymədədir. Bunlara da bu il yerdən çıxardıb qablara əkmişəm. Hələ ki bunlar açmayıbdır. İndi bunlar daha böyük vedralar alıb əkməliyəm. Hələ ki ala bilməmişəm onları. İndi inşallah onların hamısını qava köçürtmək fikrindəyəm. Bu da qavda olan narıncı rəng açanımdır. Görürsünüz belə düymələr çıxartmağa başlayıb bu da. Bu biraz gec açır. Belə elə gəlir ki, bu hardasa 15-20 gündən sonra açacaqdır. Bu narıncılar biraz gec açır. Bu da qırmızı olmalıdır. Belə qablarda olanımın da düymələri var. Belə hələ bunlar biraz gec olacaqdır bunların açmağı. Buna görə bunlar hələ durur. Bu da qabdakı kalanşolarımdır. Yaxşıdır, bunlar da hamısı çiçəkdədir. Bura gəlmişkən elə bunları bir də çəkin.
Bunlar da belə gözəl narıncılarımdır. Qabdalanlarımdır. Belə qəşəng. Bu da ceyran gözüdür. Hələ bu çiçək açmayıb. Bu fərqlidir. Belə. İndi və bu da iki gülün arasında olandı. Bu da yerdəydi. Bunu bu illərim çıxartdım. Belə qoy sizə buradan çıxa bilsəm. Bu güllər ilişir. Mənə çıxa bilmirəm buradan. Bu da gilanar rəngi açırdı. Mənə elə gəlirdi ki, gilanar rəngi açır. Bilmirəm bu niyəsə bu ildə rəngin elə bir dəyişibdir. Bunu belə çıxartdım yerdən. Belə su qabını ortadan bölüb yerə qoymuşam. Elə bil torpağı doldurmuşam. O hissəsi açıqdır. O yerə elə bil verdiyimiz su çox olursa yerə gedir də bunun suyu. Belə bu da burada belə qəşəng açıqdır. Bunu indi nə vaxtsa qab tapsam o yekə 10 litrlik qablardan almaq istəyirəm. 10 litrlik qablardan alıb bunların hamısını qaba keçirmək istəyirəm. Qaba keçirib ora arxaya belə yığacağım qablarda. Belə yığacağım. Dursun elə yayı qışı orada, yəni tərpətməyəcəm də, elə orada da qalacaqdır. Evin önünə də bir qabda olanım var, evin önünə də yığmışam. Bir də mənə dünənlərim hədiyyə gəlibdi biri. Tünd bardov rəngdə açandı, bunlardan da biraz iri açır. Mən əkərkən bir düyməsini qırmışam, biri üstündədir amma. Belə qəşəng bir güldür. Baxımı çox rahatdır, sadəcə peyinləmək lazımdır. Əkəndən sonra, belə çiçəkliyi qutarandan sonra peyinləmək lazımdır ki, bu itirdiyi qüvvəni yerinə yetirib soğanı böyütsün ki, balaca balaları olur da, onları böyütməlidir ki, gələlin onlar da çiçək açsın. Və bu da mənim bu bənövşəmi də yerə köçürdüm. Yerə köçürəndən sonra daha qəşəng olubdu. Həm də hava sərindir deyə yağır eləyir. Daha gözəlləşiblər. Bunu bura köçürməyimin də məqsədi oldu ki, bunların toxumu axı partlayıb tökülür. Onu dedim qoy buralara tökülsün bari ki artıra bilim bunu. Çünki yığa bilmirəm. Toxumu çatdırıb götürə bilmirəm. Bu da burada öz gözəlliyini göstərir. Belə buradan keçərkən bu lilyamı da sizə göstəreyim. Bir qız soruşmuşdu məndən. Bir xanım soruşmuşdu ki, siz də lilya gördüm. Onu necə baxırsınız? Elə o haqqında da bir qısa məlumat verim. Bu mənim 3-4 ildən qabaq olan lilyamdır. Bu gülümün dibindeydi. 3 il elə çiçək açdı. Bu il amma gülün dibindən ayırdım bunu. Əkdim belə bir vedrəyə. Bu anazı oldu. 3 dənə düyməsi var. Bir 10-15 günə yəqin ki açar. Bu balacalar bilmirəm, amma yanındakilər açacaq, açmayacaq. Amma hələ ki belə yaxşıdır. O dedi ki, mən yeni almışam, onu nətər eləyim ki, və ölməsin. Əgər mən ona yazmışdım, indi bilmirəm nətər elədi. Bunu o torfa əkilir, əvvəl alanda torfa əkilir. O açıb qutarandan sonra torfu kət torpağına qarışdırarsan, əkərsən bir yen qava. Yay qışı durar orada, çöldə saxla, yağış vursun, yağış yağında heç olmaya soğan qidalansın ki, gələnlə də açsın. Çox yaxşı, rahat bir güldür, narahat olma. Belə saxla, qəşəng olacaq sanki də. Məndəki limon sarısı rəhdi. Yanlarındakı da belə öz balalarıdır. 3 yerə bölüb əkmişdim. İndi bunlar da inşallah çiçəkləyər. Amma bu nağdır. Bilirəm ki, 3 dənə düyməsi görünür. Açacaqdır. Belə gözəl bir hal alacaqdır. Mən kət torpağını əkmişəm. Çox da qəşəngdir. Arada bir su verirəm. Bunlar çox suyu sevmir. Belə də ayrı baxımı yoxdur bunun. Yəni mən bunu soğanın əldə edib əkmişdim. Ona görə mağazadan almamışdım. İndi mağazadan biri var soğan alasan, biri var çiçəkli alasan. Soğan almaq daha yaxşıdır. Özün istədiyin torpağa əkirsən, orada da köklüyür, balalayır, artır. Yenə də çiçəkli də almışsansa da xeyirli olsun. Yəni narahat olma. Yaxşı olar inşallah. Bu güllərimi də görürsünüz. Bir qısa da bunları da çəkin. Gedim o bura maralislərimi də çəkin. Belə yığmışam bura. Bu da yenə gözəldir. Ağım da görürsünüz, nə misal qızarıbdır. Qırmızı
geranla yan-yanadır ki, belə rəhləri qırmızıya da qaçıbdır biraz. Tozlaşıb belə nədirsə, belə qırmızı da var. Və güllərimin bir qismində belə yığmışam. Bu hissəyə yığmışam. Navesin altına. Bu kalanşon qəşəng. Burada dikenler tacımda artıq çiçəkləri çoxalıbdır. Çox qəşəng bir hal alır. Bu da bir digər amaralisimdir. Bunu da bura yığmışam. Bu da eyni elə bir çiçəkdə olan, rəngdə olan amaralisimdir. Bunu da bu il çıxardıb. Bu su qabını kəsib yarısını buna əkmişdim, yarısını da yerdəkinə əkmişdim. Çox gözəldir. Belə gözəl rəngi var. Al qırmızı rəng. Belə gözəl bir haldadırlar. Çox rahat bir bitkidir, amma gülləri şey olur da, elə bir ki, az olur ömrü güllərinin. Bir həftə, 10 gün, 15 gün belə çiçəkləyirlər, ondan sonra da xarab olur, gedir. Mən də məsləhət görərdim ki, çiçəkli vaxtı bunu kölgə yerə qoyasınız. Kölgə yerə qoyanda yenə biraz ömrü uzanır çiçəklərinin. Amma gün vuranda biraz tez xarab olur. O məqsədlə əgər varınızdırsa, qabdadırsa gün kölgə yerə çəkin. Bunu da belə yaxından görək. Bu pelargoniyamdır. Görürsünüz mü? Gözəl olubdur. Yəni əhatəsi çox genişdir biraz. Xeyli yer tutur. Və gedirik belə mənim bu gözəllər gözəli bu amaralisimə, qonaq gələn amaralisimdir bu da. Bardovu rəngdədir. Biraz videoda açıq düşür, amma bardovu rəngdir. Bunu dünən mənə kökündən çıxardıb veriblər. Əkmişəm belə, düzdür bu qab ona balacadır, amma əlimdə olan qab buydu. Əkmişəm buna. İndi iki qab alsam, bunun da qabını dəyişəcəm. Belə bu rəngdən də mənim oldu. Belə tünd bardovu rəngdədir. Qəşəng böyük çiçək açan gülüdür. Belə bir əkəndə bir düyməsi qırıldı. Elə yanına sancmışam ki, indi orada durursa durar. Belə əkib bağlamışam. İndi bu il olmasa da gələlin daha çox qəşəng çiçəkləyəcək. Amma mütləq bunlara böyük qab almalıyam ki, bunları qəşəng yerləşsinlər. Bir dəfəlik bir yerləşsən daha yaxşı olacaqlar. Belə əziz dostlarım, buradan da sizinlə sağollaşıram. İnşallah yeni videolarda görüşərik. Allah'a emanet olun əziz dostlarım.